Azərbaycanın dahi riyaziyyatçısı Nəsrəddin Tusi 1201-ci ilin fevral ayının 17-sində Tuş şəhərində anadan olmuşdur. Bir neçə salnaməçinin şahidliyinə görə onun ata-babası Həmədanlı idi. Onun tərbiyəsi ilə əvvəl atası, sonra isə dövrün məşhur alimləri məşğul olmuşdur. Çox tezkən ona mənsub olan gözəl hafizə, müstəqil fikir, ehtiraslı bir tədqiqatçı həvəsi nəzərə çarpdı və gənc Məhəmmədin böyüklərin məclisində Quran ayələrini müxtəlif şərhlərinə aid dərin mülahizələr söyləməsi adi hal imiş. 30 yaşında Nəsrəddin Kustan səfərindən sonra Orta və Yaxın Şərqdə böyük şöhrət qazanmış Əxlaq-ı Nasiri əsərini yazır. Qədim fəlsəfənin tərbiyə nəzəriyyələri, şeir və iqtisadiyyat üzvi bir vəhdət halında bu kitabda sistemə salınmış və 700 ildən artıq bir əxlaq dərsliyi kimi xüsusi əhəmiyyət kəsb etmişdir. Bu əsər hazır olandan sonra Nəsrəddin Əlamut qalasında ev dustağı kimi saxlanılır. Bunun səbəbini tarixçilər müxtəlif cür izah edirdilər. Ya Əxlaq-ı Nasiridəki müsəlman ruhanilərin qəzəbləndirən mütərəqqi fikirlərlə, ya da Bağdad xəlifəsinə yazdığı qəsidə ilə. Öz dövrəmə baxıb elə görürəm ki, bəla bir üzük, mənsə üzük qaşıyam. Belə bir şəraitdə Nəsrəddin elmlə məşğul olmağı davam etdirir. Şərhül İşarət əsərində o yazır. Bu kitabın fəsillərinin çoxunu elə bir ağır şəraitdə yazmışam ki, ağırı ola bilməz, elə bir ürək sıxıntısı ola bilməzdi. Mənim bu kitabı yazdığım vaxtın bir fəsiləsi qəmlə, əzab verici qüvvə, hayfsılama və böyük hüzn ilə dolu idi. Mən bu kitabı elə bir şəraitdə tərtib etmişəm ki, hər bir anda mənim üstümdə cəhənnəm odu yandırılır və üstündən qaynar su tökülürdü. Gözümdən yaş tökülməyən və ürəyim dərdsiz olan dəqiqə belə olmur. Mənim sıxıntım və narahatlığımı artırmayan bir dəqiqə keçmirdi. Məşhur Marağa rəsədxanasının tikilmək məsələsi müzakirə olunarkən, Hülakü xan görkəmli riyaziyyatçı və astronom Nəsrəddin Tusidən soruşur. Bu qədər xərc nəyə gərəkdir? Tikiləcək rəsədxananın nə xeyri olacaq? Buna heç bir cavab vermədən Tusi hökmdarı şəhər yaxınlığına gəzməyə dəvət edir və əmr edir ki, dağın başından bir mis qazan yola tərəf aşağı tullasınlar. Qazan gələrkən çox böyük gürültü salmış və bu səsi eşidənlər vahimə içində qaçıb canlarını qurtarmışdılar. Tusi ilə Hülakü xana demişdir. Hamını qorxuzan bu hadisənin səbəbi bizə məlum idi və biz sakit oturmuşduq. Eləcə də yer üzərində sakit yaşamaq üçün göydəki hadisələri öyrənmək lazımdır. Müasirləri Ustad-ı Bəşər adlandırdıqları Tusini böyük məharətlə rəsədxana üçün yer seçdi. Marağa şəhərinin təbii şəraiti etibarilə Cənubi Azərbaycanın incisi sayılır. Burada havanın olduqca şəffaf və təmiz olduğundan astronomik müşahidələr üçün gözəl imkanlar var idi. Artur Berri astronomiyanın qısa tarixi kitabında Marağa rəsədxanası haqqında yazır. Burada Nəsrəddinin rəhbərliyi altında bir çox astronom çalışırdı. Onların istifadə etdiyi cihazlar öz həcmi və quruluşunun samballığı ilə fərqlənirdi. Çox ehtimal ki, onlar Avropada Kopernikin vaxtında işlədilənlərdən yaxşı idi. Onları təkcə Tycho Brahe'nin cihazları ilə ilk dəfə geridə qoydu. Marağa rəsədxanasında müxtəlif ölkədən olan 100-dən artıq alim işləyirdi. Onların bir çoxu elmin inkişafında böyük rol oynamış görkəmli alim idi. Necə ki, milli vurma cədvəli yoxdur, eləcə də milli elm də mövcud deyil. Bu sözlərin altında Marağa rəsədxanasında çalışan Fars və Gürdülər, Yahudi və Tatarlar, Çinli və Ərəblər, Monqol və Azərbaycanlılar qol çəkə bilərdilər. Nəsrəddin rəsədxanada elə bir yaradıcı mühit yaratmışdı ki, hər bir elm vurğunu olan yüksək məqsədlərə doğru addımlayan şəxs burada təbiətin sirlər xəzinəsinin açarlarını
axtaranlara qoşula bilərdi. Nəsrəddin ömrünün axırınadək Marağada yaşamış, bir neçə dəfə o, dövrünün görkəmli alimləri ilə görüşmək üçün səyahətə çıxmışdı. Belə səfərlərin birində o, 1274-cü ildə Bağdadda vəfat edir. Elm ölkəsinin şahı, dinin və millətin köməkçisi, zəmanənin anası başqa belə oğul doğmamışdır. 672-ci ilin 18 Zülhəccəsində Bağdadda vəfat etdi. Bağdadın ən böyük məscidi olan Cami məscidində yerləşən görkəmli Azərbaycan alimi Əbu Cəfər Məhəmməd İbn Məhəmməd İbn Əl-Həsən Nəsrəddin Tusinin qəbri üzərində bu sözlər yazılmışdır. Maraqlı videoları izləmək üçün bizim kanalımıza abunə olun.